Bir kardeş kimi deyirik ki, qəbrin nurla dolsun ki, bizim kimi kişiləri, yerdə qalan bütün Azərbaycan kişilərinin başını uzatır. Bugün onlarla burada şəhid anası görürük, şəhid ailələri görürük. Karşınızda baş əyirik. Analar, əllərinizdən öpürük. Allah sizi nəsilləri qorusun. Sizin, yalnız sizin sayenizde başınızda alır. Bəli, bugün Əsəd kardeşimizi yad edirik. Ordudan, hərbidən anlayışı olan şəxslər bilir ki, artilleriya, yəni topçular müharibənin, hərbinin ünövrəsidir. Həqiqətən də Azərbaycan ordusuna elə bir artilleriya, elə bir topçular yetişib yaranmışdı ki, onlar istədiyi vaxtında nöqtələri vururdu. Və 44 günlük müharibənin hər kəs mənə elə gəlir ki, izləyirdi, görürdü hər kəs. Kameralar qarşısında görünür ki, 44 günlük müharibədə artilleriya düşmənin başına od yağdırır. O qüvvələrdən biri də, o artilleriya qüvvələrindən biri də, əsas heyəti də buradan idarə olunur. Buradan Əsəd qardaşımız kimi kişilər tərəfindən idarə olunur. Ben bugün buradan analarımıza deyirəm. Bugün buradan bütün şehit ailelerine deyirəm. Fəxrlə başınızda tuta bilərsiniz ki, mən şehidin atası kardeşimize de deyirəm. Fəxrlə başınızı tuta bilərsiniz ki, Azərbaycan ordusunun əskərləri, en kiçik əskəri belə dönə-dönə sizin balalarınızın, sizin əzizlərinizin qanını alır. Ve bu günler Azerbaycan askeri hal-hazırda Ermənistan deyilen, özünü Ermənistan devleti adlandıran, devletin başının üstünde elinde silahıyla durur. İstediği vakti hansı Ermeni istese vurabilir. Var olsun Azerbaycan olsun. Var olsun Azerbaycan olsun idare eden, bir yumruk idare eden Ali Başkomandan. Allah şahitlerimize rahmet eylesin. Onlarla burada şanlıyan, görmek taziye gelir. Allah size can sağlığı versin. Bir daha, kardeşimizin Katil Ölmesi'nin karşısında durup bizim çok yakın münasebetimiz olur. Olabilir ki bilmirsiniz. Bizim çok yakın münasebetimiz olur. Ben o kardeşimizden farklı olarak bir Azerbaycan kişisi kimi, bir Azerbaycan ailesinin başçısı kimi, bütün şehitlerimizle beraber Əsəd kardeşimizin de xatirə lövhəsinin karşısında durup bu torpaqda, bu vətəndə, bu dövlətdə yaşamak için bir halallıq istəyərdim. Karşınızda baş eğirəm. Allah size rəhmət eləsin, qəbriniz nurla dolsun kardeşler. Sağ ol Ayxan. Biz de bir dəqiqə sizdən bir de demek istedim ki çok sağ ol. Xanını oradaydı. Xanını bura mən dəvət elədim. Ne üçün? Allah can sağlığı versin xanıya. Bizim qaziyə danışmalıdır belə yerdə. Bizim şəhidlərimizin böyründə qazilərimiz oldu. Allah onlara can sağlığı versin. Çünkü şəhid atasıyam mən danışam mənəm. Mən oğlum böyründə olmamışam. Mən heç kim böyründə. Danışarsa yalan danışam. Böyründə deyirəm. O qazi gəlirəm. Allah bütün şəhidləri dəvət etsin. Bir dəqiqə, bacı keçmiyor. Bacı bir dəqiqə keçmiyor. İstən erməni öldür, istən öldürmə. Erməni üstə can sağlığı versin. Xanım, sən də çox sağ olsun. Allah səni can sağlığı versin ki, sən bizim Azərbaycan qeyrətli oğlanlarına sağ bizim şəhidlərə də yeni qurban olum, hamısına. Bu oğlan bu bacımızın elinde olan Bahadır. Bahadır.